Salam və hörmətli izləyicilərimiz, bir nə qədər gözəl bir həyət evimiz var. Gördüyünüz kimi həyətin böyüklüyünə baxın. 1, 2, 3, 4, birini də belə qurdum. 5 dənə maşınlıq yer var. Qəşəng özünüz üçün yaşıllıq yaratmaq üçün əla bir dənə həyət hissəsi var. Evimizin gördüyünüz kimi baxın. Burada uşağın varsa, topu versənlə, varatan birini ora qoy, birini bura qoy. Futbol oynayın. Daha nə istəyirlər? Böyle həyat istəyənlər üçün gözəl bir ev var. Gördüyünüz kimi evin əlavə belə burada qutusu var, kombi üçün, nə bilim, pütüminitka üçün yeridir. Gördüyünüz kimi bura hal-hazırda pütüminitka qoyublar. İşlək vəziyyətləri var idi. Kombisi digər tərəfdədir. Baxın, evimizin kombisi də var. Kombisi də buradadır, regülatör də var gördüyünüz kimi. Hər bir şey yerindədir, külək yağış tutan yer deyil. Evimizin qabağı belə bir çardak kimi belə deyək. Burada özün üçün köşə bir dənə yer düzəldirsən. Sadəcə üçün də yay üçün yer düzəldirsən. Yay mətbəxi düzəldə bilərsən, belə deyil. Və burada gül kimi köşə istədiyin kimi yay mətbəxi düzəldə bilərsən. Evimiz yerdən 3 daş hündürlüyündədir. Həm də yeri də biraz hündürdür evimizdə. Ona görə 3 daş yeridir. Yəni nəmişlik olan yerdəyik, belə deyil. Gördüyünüz kimi bura bir otaqdır, bir koridordur, bir qonaq otağı yaratmaq olar. Hər bir zövqü var, kim necə istəyir, dizayn edə bilər. Kombi sistemidir evimiz. Evimizin pəncərələri dəmir yaşıtqadır. Yəni burada istədiyin kimi bir şey yarada bilərsən, öz zövqünə alır. Demək evimizin makinası buradadır. Buranın yanında girişlər, həmin sanuzel buradadır, gördüyünüz kimi. Bura evimizin mətbəx hissəsidir. Baxın, yəni meyvələr üstündədir, istəyən başqa meyvələr üstündədir, bu təzədir, sadəcə yaşayış olmadığı üçün biraz tozlu görsən, amma hər bir şey yenidir, yaxşı vəziyyətdədir. Daha sonra bura bir yataq otağıdır, bu uşaq yataq otağıdır, yəni onun üçün nəzərdə tutulur, biraz bağlıdır, radiatorlar hamısı yerindədir, pəncərəsi qonşu həyətlə düşmür, ən önəmlisi. 4 tərəfin qonşularım var. Burada da yataq otağıdır. Gördüyünüz kimi böyük bir yataq otağıdır. Kombi sistemi var. Avoy hər bir şey yerindədir. Yəni heç bir şey ehtiyac yoxdur. Əşya götür, gəl yaşa. Belənsin. Yəni həmsinin pəncərəsi heç kimin həyətlə düşmür. Daha sonra bir də bir otağa keçək. Daha sonra bir də yine geçen bir yataq otağımız var. Pəncərəsi öz həyətlə düşür. Kombisi yerində, hər bir şey yerindədir. Evimiz qoşa daşlar ibarətdir. Avoyumuz hər bir şeyinə super vəziyyətdədir. Ev hal-hazırda gir yaşa vəziyyətindədir. Belə deyim sizə. Evimiz 3 otaqdır. Böyük bir zalı var. Buranı qonaq otağı eləyə bilərsən, 4 otaq eləyə bilərsən. Hər cürə yəni özün yarada bilərsən. Həyəti çox böyükdür. Yəni evimizlə bağlı kimin nə sualı varsa, yazıb bizə məlumat ala bilər, nömrəmizlə əlaqə saxlaya bilər. Gördüyünüz kimi kuxnası da böyükdür. Yəni o böyük həyəti olan, böyük həyət istənə bilər. İnsanların yəni zövqündə olan bir yerdir. Hər zövqü bir başqadır. Həyət böyükdür, evimiz genişdir. Əlavədə kimin nə sualı olarsa, yazır və ya zəng edib məlumat ala bilər. Sağ olun.